5 manata belə bir iPad gördüm Sabunçu bit bazarında. 64 yaddaşlı işləyib işləmədiyi haqqında heç bir fikrim yoxdur. Qiyməti isə 5 manata. Çox güman ki işləmir. İşləsə də belə koda düşmüş dadları olur. Kanalımıza xoş gəlmisiniz. Videoları izlərkən bəyənib takib atmayı unutmayın ki, paylaşımlarımızı, endirimlərimizi qaçırmayasınız. Paylaşdığımız səhifələrdən bazar böyük bazardır. Çox adam yazır ki, bəs necə gələ bilərik bazara? Biz adətən bax həmişə deyirəm və yenə deyirəm, biz bazarı reklam etmirik. Reklam başqa şey tamamilə biz ki, reklama görə kimsə pul alır. Biz isə tam ödənişli çəkirik. Bax bu cür Samsung tableti var, 128 yaddaşdır. Dadə divgə işləyir, qiyməti isə 50 manat deyir, amma məncə alası olsaq aşağı verər. Burada bazar əslində mənə 50 manat deyirsə, bəlkə məndən sonrakına 10 manat da deyə bilər, qıraqdakına 5 manat da deyə bilər. Bu da nədir? Bu da iPad-dir. Baxın, fikir verin, özdə bu yaddaşı 16-dır. 16-lıq iPad-dir bu cür. Bunun amma ekranında çat görürəm, çox güman ki işləmir. İndi ola bilər bəzilər sual verir ki, işləmirsə niyə satırlar? Təbii ki, hər şeyin öz müştərisi var. Burada işləməyən detalları da alırlar. Çünki şeylər var ki, misal üçün tapılmır. Bəzi detallar tapılmır, ekran tapılmır, düymələr tapılmır və yaxud da ki, arxa korpusu tapılmır, artıq istehsal yoxdurlar ki, bazarda tapıq olar. Qarşıdan yeni paylaşımlarımız olacaq, möhtəşəm outlet olacaq, yenə də bu haqda paylaşım edəcəyik. Ona görə nə etmək lazımdır? Videoları izləyərkən bəyənib səhifəmizə abunə olsanız şad olarıq və möhtəşəm endirimlərimizdə mütəmadi olaraq sizin də xəbəriniz olar. Gördüyünüz kimi tabletdən, planşetdən tapıq olar. Keçən həftə hətta yanındadır, PlayStation paylaşmışdım. Hətta bugünkü bazar günü bazardan da soruşdum. Deyir ki 50 manata satdım. Vallahi tam deyir ki işlək vəziyyətdə idi. Yəni bu cür qablar tapıq olar. PlayStation-a məsəl üçün bu bazar tapmadım. Açıq deyim, çox gəzdim ki tapmadım. Adətən bizə kommentar yazır ki, PlayStation varsa paylaşarsınız. Ona görə izləmədə qalın. Çünki bəzi şeylər var, onları az sonra yenə paylaşacağım. Telefonlar var, ucuz telefonlar, ucuz televizorlar, bu cür Sovetin qablarıdır. Bəzi şeylər var ki, yenə deyirəm, istehsalı olmur. Lakin bazarda qəbəldirə bilərsiniz. Alman qablarıdır, Sovet qabları, keçmiş Belarus və Çexiya qablarıdır. Hətta burada Osmanlı dövrə aid olan elə mağaza var ki, Muzey Baku mağazası var. Hansı ki, burada Osmanlı dövrünə aid olan keçmiş pullar, sənədlər, ərəbcə qəzetlər, baxın burada nə var? Saatlardır, mayak saatları görürəm, Sovetə mayak saatları, hansı ki, indi istehsalı qətiyyən yoxdur. Qardaş üstüne yazıb 30 manat. Vallahi yenə deyirəm, 30 manat yazılmasına baxmayaraq, adam var ki, bunu sən gəlib 10 manat ala bilərsən. Burada alver lazımdır, alveri bacaran adam həmişə ucuz ala bilər təbii ki. Bax, burada PlayStation deyil, amma nəsə oyundur, amma bilmirəm nə oyundur. Üstündə joysticklərinə qədər gördüyünüz kimi var. Tam işlək vəziyyətdə joystickləri də var, bu cür maraqlı. Kompüterlərdə gördüyünüz kimi klaviaturasına qədər üzərindədir, kitablardır, təsbihlərdir. Sabunçu bazarı adətən sual verir ki, necə gələ bilərik? Çox sadə və rahat, maşınla zaten hər kəs tanıyır, vezə gələcək. Amma maşınsız olan qardaşlarımız üçündür ki, sadəcə olaraq gəlirsiniz Koroğluya, Koroğludan 62 sayılı avtobus düz bazarın qabağına qədər gəlir. Bu cür düymələrdir, bu nədir? Kirbitdir, nədir? Çox maraqlı bir şeydir. Vallahi yenə deyəm, burada elə şeylər var ki, indi istehsal yoxdur, keçmiş Sovetin şeyləridir, lakin buradan tapmaq olar. Və yeri gəlmişkən bu cür suvenirlər də var, keçmiş suvenirlər, hansı ki maraqlı suvenirlər həqiqətən də. Bu qardaşımın polkasının ümumiyyətlə qəşəng suvenirlər çox olur. Bəziləri başlayır ki, ay nə bilim, oğurluq belə gəldi, o belə getdi, o belə getdi. Vallahi gəl insanların haqqından girməyək. Burada elə adam mən tanıyıram ki, öz evinin pərdəsini satır, öz evinin qab-qacağını satır ki, 1-2 manat şuraya pul eləsin. Yəni gəl insanların haqqına girməyək. Burada hamını oğru adlandırmaq olmaz, bu da düzgün deyil. Bazardır. Mən uşaq olandan bu bazar işləyir, hələ də indi işləyir. Təsəvvür edirsiniz, böyle bir bazar ki 1960-cı ildən bu bazar fəaliyyəti göstərir. Yəni əvvəl Rus bazar deyirlər, indi bit bazar deyirlər, əşya bazar deyənlər də var. Yəni bu cür bazarda cəmaatın çörək yedi, neçə ailə buradan evinə çörək aparır. Yəni ona görə burada oğru söhbətlərini xahiş edirəm, yığışdırın, olmaz. İnsanların haqqına girmək olmaz. Burada məsəl üçün qantellər satır bu dayda, açar dəstlər satır, qantellər satır. Hər şeyin öz qiyməti var. Yəni bəzi adamlar elə bir ki, burada nə vaxt ki, hər şey gəlsin 1 manat, 2 manat deyil, ucuzdur. Elə deyil. Bəli, ucuz şeylər tapa bilərsən sən burada, lakin baha şeylər də var. Burada misal üçün mən keçən bazar gördüm, samavar var 2000 manatdır. Samavar var 500 manatdır və samavar gördüm 50 manata. Təbii ki, yenə deyirəm, hər şeyin öz qiyməti var. Sənə qədimi samavarı, indiki bu dəqiqə istehsal olmayan samavarı necə gətirib 5 manat, 10 manat verə bilər? Yəni bu da düzgün fikir deyil. Bu qardaşın polkasında başlayın, bu daydanın polkasında qarma qarşılıqlıdır. Nə görsən satır, tostlaran şlaqından tutmuş, planşetə qədər, tabletə qədər maraqlı şeylər çoxdur bazarda. Yenə deyirəm, İzləmədə qalın əziz dostlarımız. Videolar izlərkən hər kəs bir dənə bəyəni atsa şad olur. Həqiqətən şad olaraq ki, bizə dəstək olmuş olarsınız. Bundan da bazar böyük bazarı az sonra ikinci partiyanın videonu paylaşacağıq. Qaçırmayın. Nəinki bit bazarından səhifəmizə daxil olsanız görəcəksiniz. Bravolardan, Arazlardan, Megastollardan, nə bilim, hipermarketlərdən, digər böyük filiallardan da böyük endirimlə paylaşmışıq. Səhifəmizdə var yetərincə videolarımız. Keçib izləyə bilərsiniz və izlərkən də dostlarınızla da paylaşmayı unutmayın ki, hər kəs görsün videoları, hər kəs gəlsin, faydalana bilsin. Yenə deyirəm, biz bazar reklam etmirik. Sadəcə olaraq maraqlı şeylər bizə gəlir və ona görə gəlib çəkib paylaşırıq sizlər üçün. Bu çəkilişə görə heç kəsdən 1 manat pul almırıq. Sadəcə olaraq maraqlıdır. Yəni sizlər üçün gəlib çəkib paylaşırıq. Sağ olun, var olun.